iPhone-dan Android-ə keçəndə ən çox şok yaşanan nələrdir? Bugün mən Valid sizə bu haqqda danışacağam. Bilmirəm, iPhone işləyənlər üçün yaxşı xəbər olacaq, ya Android işləyənlər üçün videonu indidən bəyənsəz və şərh yazsaz videonu baxandan sonra çox sevinərik. Çayınız da hazırdırsa, başlayaq. iPhone-dan Android-ə keçsəz də və ya misal üçün iki telefon işlədirsiniz, olur belə hallar indiki zamanda. Həm əlinizin altında bir Android smartfon var, həm iPhone. Sistemlər get-gedə bir-birlərinə bənzəyə bilər. Ən azı 5 fərq var ki, orada Android istifadəçiləri iPhone-dan sonra yaman məyus olurlar. Birinci, Android fanatları iPhone-çuları həmişə lağa qoyurlar. Deyirlər ki, sizin ən çox sevdiyiniz iş batareyanın və ya Türkçə demişkən pil sağlamlığına baxmaqdır. Artıq hobbinizə çevirib. iPhone-da hər şey çox sadədir. Menünün müvafiq akkumulyator bölməsinə daxil olan kimi baxıb görə bilirsən, sağlamlıq nə dərəcədədir. Androidlərdə vəziyyət necədir? Bu sadə parametrlərə baxmaq yalnız Samsung-da, o da bəzi modellərdə mümkündür. Digər demək olar ki, bütün Android smartfonlarda bunun üçün əlavə proqram yükləməlisən. Niyə? İkinci peşmançılıq Androiddə silinməyən proqramlarla, İngiliscə bloatware deyirlər. Sizin heç quraşdırmadığınız və quraşdırmaq istəmədiyiniz proqramlar var. Ən pis odur isə, onların bir çoxusu nə silinir, hətta bəzilərini heç gizlətmək də olmur. iPhone cihazlarında isə onların bəzilərini bəlkə də silmək də olmasa da, amma ən azı hamısını ekrandan yığışdırmaq mümkündür. Androidin üçüncü mənfi tərəfi hamının da bildiyi bir şeydir. Söhbət Google'ın yeniləmələrindən gedir. Müxtəlif istehsalçılar, Samsung, Xiaomi, Honor və digərləri hamısı Android üzərində özünün sistem əlavələrini qatırlar. Və bunun üçün də onların smartfonlarına Android'in yeni versiyasını o Google tərəfindən buraxılandan sonra quraşdırılana görə 6 ay, bəzən isə hətta 1 il vaxt keçməli olur. iPhone-da isə necədir? iOS çıxan kimi 1 həftəyə, 2 həftəyə bütün Apple cihazlarında quraşdırılmağa hazırdır. Apple'dan Android'ə keçənlər daha bir şok yaşayırlar. Bu da ki, bir çox yerlərdə çıxan reklamlar. Bir çox Android cihazlarında biz nəinki onu hər hansı bir proqramda, hətta bəzən sistem menyularında, hətta bloklanmış ekranda belə divar şəkillərini dəyişən bir daxili app'i quraşdırırsınızsa, bloklanmış ekrandır, içində app'in hansısa bir saytı reklamı çıxır. Bu mənada Apple'ın ekosistemi daha təmizdir. Daha bir peşmançılığı siz onu satanda yaşayacaqsınız. Apple cihazları qiymətdə daha az itirirlər və daha az sürətlə. Əgər yeni Android smartfonu 800 manata almışsınızsa, siz hətta bir aydan sonra onu 600-dən yuxarı sata bilməzsiniz. Apple cihazları isə nə qədər çox istifadə olunsa da, siz hər zaman öz Apple smartfonlarınızı həm daha sürətlə və nisbətən daha az qiymət itkisi ilə sata biləcəksiniz. Və sonunda ənənəvi sual. Android yoxsa iOS, yəni Apple cihazları və bütün digər istehsalçıların buraxdığı smartfonlar. Fikirlərinizi təbii ki, şərhlərdə gözləyirik. Buranın yenə də xəbəri olacaq. Yenə də burada sizi gözləyəcəm. Kanala abunə olun, növbəti videolarda görüşərik.